1. Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, mən Vüsal Kəlbəcər bugün Azərbaycanımızın çox gözəl bölgəsi olan Ağdaşlarında qocaman, qabaqcıl, nümunə və təqaüdlü olan bir gözəl anamızı sizlərə təqdim etmək istəyirəm. Adınız, soyadınız anamız? Çələbiyeva Sevda İsrail qızı. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız, hansı fəndə tədris etmisiniz? 46 il ibtidai sinif müəllimi işləmişəm. Eyni məkanda Qaradağlı Kənd Ümumi Orta Məktəbində. Çox gözəl. Və ibtidai sinif müəllimi kimi işləmisiniz. Ulu öndərimiz demişkən, müəllim peşəsi ən şərəfli peşələrdən biridir. Müəllim peşəsində də ən çətin ixtisas ibtidai sinifdir. İbtidai siniflər niyə? Həm hərfləri, rəqəmləri, əlifbanı öyrədən müəllimlərdir. Müəllim öz adımızdan dərin təşəkkürümü bildiririk. Müəllim, bax bu qədər ixtisasların içində siz nəyə görə ibtidai sinif seçdiniz? Mən atamda, qaynatamda. Atam ümumiyyətlə mən gözümü açmışam, ibtidai sinif müəllimi olub. İdeal olaraq sevmişəm, bəli, sevmişəm. Öz də çıxan günə qədər, pensiyaya çıxan 65 yaşım bitəndə bir ildə mənə möhlət verdilər. 66 yaşımda çıxdım. Çıxan məqama qədər mən şərəfli bu peşəmi çox sevmişəm. Həqiqətən də ayrılmaq istəmirdim. Biz sizin kimi müəllimlərə fəxr edirik. Bugün 2025-ci il 6 dekabr tarixidir. Çağdaş təhsil komandası olaraq və mən Vüsal Kəlbəcərli olaraq bu günlər müəllimə uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, inşallah müəllim 70, 80, 90, 100 yaş olsun, gələk gözəl çəkiliş edin. Təşəkkürlər, minnətdarım, sağ olun. Gəlişləri göstərin.